Uzun müddətdən sonra YouTube kanalımıza bu videonu yükləməyə qərarına gəldim. Bu günləri Thunderbolts filmini izlədik. Yəni film haqqında onu deyə bilərəm ki, o bir fanatlar arasında bir şey var da, nə deyirlər ona? Adət var. Marvel qayıtdı, Marvel öldü, Marvel dirildi, Marvel öldü. Bu dəfə deyə bilərəm ki, Marvel dirildi yenə. Film 10 bal üzərindən mənim üçün 7-8 arasındadır. Yəni mən çox bəyəndim. Əyləncəvi bir filmdir. Süjet xətti klassik şablon üzrə getsə də, yəni film yaxşı film idi, izlənəsi film idi. Amma mənim üçün hələ də birinci yerdə Marvel filmləri arasında Deadpool və Wolverine filmidir. Yəni mən filmə 7-8 bal arası qiymət verirəm. Filmi izləyin, bilet alanda Rus dilində bir filmə baxacaqsınızsa, filmin adını Gramoversi deyin. İngilis dilində və yaxud da başqa dillərdə baxacaqsınızsa, Thunderbolts deyin. Yəni ildırım sıçanlar deməyin o filmə. Çünki həqiqətən orada ildırım sıçan yoxdur. İldırıma aid heç nə yoxdur. İldırıma aid demək olar ki, heç nə yoxdur. Vüsal, sən də öz təəssüratlarını bölüş. Film yaxşı idi, pisəyildi. Yəni o köhnə Deadpool Rosomaka öz yerində, amma o biri filmlərə baxanda bu dirildi. Marvel'ın toxununu verdilər. Deməli, Marvel Thunderbolts filmi ilə diriləcək. İyun ayında çıxacaq Qara Iron nə bilim nəsə serialı ilə öləcək. Sonra yenə Fantastik Dörtlü filmi ilə diriləcək. Sonra qarşıdan gələn hansısa yenə 100-dən iraq bir serialla öləcək. Sonra yenə diriləcək. İndi isə sözü verirəm qrupumuzun aktiv izləyicilərindən biri olan Yaqo qardaşımıza. Buyur Yaqo. Keçidilə. Salam əziz izləyicilər. Thunderbolts filminin fikir bildirmək üçün mənə estafeti verən Tələt dostuma təşəkkür edirəm. Film barədə də ona bildirə bilərəm ki, həqiqətən xoşuma gəldi. Əsas da ayrı-ayrılıqda mənfi obrazlar olan, obraz deyək, yəni uğursuz olan qəhrəmanlar birlikdə çox qəşəng iş bacardılar. Həqiqətən əla iş bacardılar. Spoiler verməyəcəm, amma demək istəyirəm ki, spoiler bilmək istəyən filmə özü baxsın. Hər kəsə uğurlar, xoş izləmələr.